Hazırda biz bir növbəti bağlantımız, birbaşa bağlantımız var. Əməkdaşımız Elcan Məmmədov bizimlə birbaşa bağlantıda olmalıdır. Və onu da qeyd edeyim ki, Elcan bizə Ümumdünya Əməyin Mühafizəsi günü və ilk kollektiv müqavilənin 100 illiyinə həsr olunmuş rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsir mövzusunda konferans keçirilir və təbii ki, əməkdaşımız Elcan Məmmədov bizi eşidirsə, ən son məlumatları bizə çatdıracaq. Elcan, sabahın xeyir olsun. Səni eşidirik. Tədbir barədə bizə daha məlumatları verməyini xahiş edirik. Buyur. Salam Namidə, hər vaxtın xeyir olsun. Bəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Əməyin Mühafizəsi günü və ilk kollektiv müqavilənin 120 illiyi nəsr olunmuş rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri mövzusunda bir neçə dəqiqədən sonra konferans öz işinə başlayacaq. Tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin Həmkarlar İttifaqı üzvlərinin iştirakı da nəzərdə tutulur. Əməyin mühafizəsi, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri ilə bağlı geniş müzakirələr aparılacaq bir neçə dəqiqədən sonra və ilk kollektiv müqavilə ifadəsi burada əslində çox vacibdir və xüsusi bir tarixi hadisəyə işarə edir. Azərbaycanda ilk kollektiv müqavilə 1905-ci ildə bağlanıb. O dövrdə Bakının neft sənayesində çalışan işə götürənlər arasında əmək şəraitini tənzimləyən ilk rəsmi sənəd imzalanmışdı və bu sənəd işçilərin əmək hüquqlarını qorumaq, iş şəraitinin yaxşılaşdırılması, əmək haqqının artırılması, iş saatlarının tənzimlənməsi kimi məsələləri əhatə edirdi və bu müqavilə Azərbaycan əmək tarixində və Həmkarlar İttifaqı hərəkatının inkişafında əslində mühüm bir dönüş nöqtəsi sayılır. Ona görə də bu il 2025-ci ildə həmin ilk kollektiv müqavilənin imzalanmasının 120 illiyi qeyd olunur. Azərbaycanda ilk kollektiv müqavilə haqqında qısa tarixi arayış sənə vermək istəyirəm. Bu ilk müqavilə 1905-ci ildə Bakının neft sənayesində fəaliyyət göstərən işçilərlə işə götürənlər arasında imzalanıb və bu dövr Bakının dünyada neft hasilatının mərkəzlərindən biri olduğu vaxtlara təsadüf eləyir. Sərt və ağır əmək şəraitində çalışan fəhlələrin hüquqlarının müdafiəsi zərurəti getdikcə güclənirdi və ilk kollektiv müqavilənin əsas məqsədləri işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əmək haqqının artırılması, iş vaxtının normallaşdırılması, təbii ki o zamanlar 12-14 saat işləyirdilər və əmək mübahisələrinin tənzimlənməsi, sosial təminat məsələlərinin də ilk dəfə sənədlə rəsmiləşdirilməsi idi və bu müqavilə vasitəsilə işçilər müəyyən güzəştlər əldə elədilər, işə götürənlər isə rəsmi sənəd əsasında iş rejimini tənzimləyə razılaşdılar və imzalanan bu sənəd Azərbaycan əmək münasibətləri tarixində və Həmkarlar İttifaqı hərəkatında ilk addım kimi qəbul edilir. Əhəmiyyətindən də qısa bağlı məlumat vermək istəyirəm ki, əmək hüquqlarının qorunmasında ilk addım oldu bu və sonraki dövrlərdə Həmkarlar İttifaqlarının formalaşmasına və güclənməsinə zəmin yaratdı və Azərbaycanda sosial dialoqun əsaslarının qoyulmasında önəmli rol oynadı. 120 illik yubiley bu baxımdan təkcə tarixi hadisənin qeyd olunması deyil, həm də ölkədə sosial tərəfdaşlıq və əmək hüquqları mədəniyyətinin necə inkişaf etdiyini vurğulamaq üçün əslində çox gözəl bir fürsətdir. Mən bir daha qeyd etmək istəyirəm ki, Namidə bir neçə dəqiqədən sonra tədbir başlayacaq və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevin, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Sahib Məmmədovun və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məhəmməd Musayevin və digər rəsmilərin çıxışları, həmçinin iki panel müzakirə də gözlənir və tədbirin gedişatı ilə bağlı daha ətraflı məlumatları verməyə çalışacağıq. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirəm Elcan. Təbii ki, irəliləyən dəqiqələrdə biz səndən daha ətraflı məlumatlar əldə edəcəyik. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Elcan Məmmədov idi. O bizə Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı ən son məlumatları çatdırdı. Davam edirik.